Əziz dostlar, əziz fermerlər, mən istəyirdim sizinlə bir məsələni bölüşüm. Dostlar, adətən yonca əkənlər fikirləşirlər ki, nə qədər çox yonca əksəm, o qədər də yonca sahəm yaxşı olacaq. Əslində bunun belə olmadığını mən hal-hazırda sizə göstərirəm. Deməli, mən bildiyim qədərilə hamıda demək olar ki 50 kiloqram hal-hazırda deməli hektara yonca səpir. Əziz qardaşlar, baxın, mən bu yonca sahəsinə görürsünüzmü? Cəmi 13 kiloqram hektara yonca səpmişəm. Baxın. Bunu deməkdən məqsəd odur ki, əziz dostlar, pulunuzu çölə tökməyin. 13 kiloqram hər hektar üçün çoxdur. Yəni yaxşıdır. 50 kiloqram isə hər hektar üçün çoxdur, həddindən artıq çoxdur. Onsuz da yonca birinci ilin tamamlayan kimi, daha doğrusu birinci biçimi tamamlayan kimi başlayır öz-özünü yeməyə, öz-özünə məsafə götürür. Yəni siz 50 kiloqram deməli yonca səpməklə özünüzü zərərə salırsınız. Odur ki, ona verdiyiniz pulu əkəndə 200 kiloqram 4 kisə deyək, nikramofosqanla səpin. Bu ondan 1000 dəfə effektiv və yaxşı olacaq. Baxın, 13 kiloqram səpdiyim yonca sahəsidir. Uğurlar dostlar.